Çox bağışlayan, çox mehriban Allahın adı ilə salamlayıram hamınızı, xoş gəlmisiniz. Bismillah demişik. Bəli, mövzumuz nədir? Allah adamı mövzusudur. Bugün bu mövzunu xüsusilə seçməyimin səbəbi nə idi? Həm mübarək aydır, Ramazan ayı daxil olub. Eyni zamanda çox dəyərli bir şəxsiyyətin bugün anım günüdür. 2 il bundan qabaq Azərbaycan xalqı belə bir bəd xəbərlə yuxudan oyandı. Bu mübarək gündə istədim bu formada biz onu həm də yad etmiş olaq. Ümumi olaraq düzdür, Allah adamından məfhum olaraq danışacağıq, amma bütün sözlərimiz həm də ona işarə etmiş olacaq. Elə hədiyyə alan qardaşımız da onun adına yazılmış Kostyumlu Övliya kitabını hədiyyə alacaq inşallah. Ad olaraq da maraqlı addır, Allah adamı. Bəlkə gələcəkdə belə bir kitab da yazıla bilər, film də çəkilə bilər, məsəl üçün. Nə qəşəngdir Allah adamı. Və həm də bizim dilimizdə olan bir sözdür. Qədimdən deyərlər filan kəs Allah adamıdır. Filan kəs Allah adamıdır. Deməli, xalqımıza da tanış sözdür bu Allah adamı sözü. Mənə nə deyir bu söz? Allah adamının əlamətləri nədir? Allah adamı yəni kim? Allah adamı mənə görə birinci xüsusiyyəti, dediyim kimi, yəni bir çox şeylər danışmaq olar. Mən 3 məsələni seçmişəm sizin üçün bölüşməyə. Mənə görə Allah adamı yəni təmənnasızlıq. Bugün bu söhbət eləmək çox çətindir. Kapitalist bir sistemin içində yaşayan insanlara təmənnasızlıqdan danışmaq çox çətin məsələdir. Niyə bu belə insanlar Allah adamıdır? Çünki Allaha bənzəyirlər. Çünki Allah özü təmənnasızdır. Baxın, o ki deyirik, Allah böyükdür. Bunun içini doldurmaq lazımdır. Allah böyükdür. Niyə böyükdür Allah? Nəyə görə biz deyirik Allah böyükdür? Bunun fikrin içini doldurmaq lazımdır. O səbəblərdən biri budur. Allah ona görə böyükdür ki, Allah təmənnasızdır. Allah təmənnasızdır. Bundan əvvəl keçən aylardan birində Rəcəb ayının duasında bir maraqlı bir hissə var. Çox qəşəngdir. Deyir ki, ey o kəs ki Allahı vəsf edir, gəlir bir yerdə deyir ki, ey o kəs ki istəyənə verir, sonra deyir ki, istəməyənə də verir və hətta onu tanımayana da verir. Yəni, insan necə tanımayana verə bilər? Bu təmənnasızlıq nədir? Yəni, təmənnasız xidmət, təmənnasız insan. Bugün bizi öyrəşdiriblər alverə. Bütün məsələlərdə alverə. Biz hər şeyə texnika kimi yanaşmağa başlamışıq. Biz dürüst olmaq istəyirik. Buna görə ki, bu yaxşıdır, bu etibar qazandırır adama, dost qazandırır adama. Biz anamızın, valideynimizin xidmətində durmağa çalışırıq. Buna görə ki, Allah diqqət eləsin, Allah bizə kömək olsun. Baxın, təmənnalıdır da bunların. Bəzilərinin maddi təmənnası var, bəzilərinin belə təmənnası var. Təmənnasızlıq, bu belə gözəldir. Bunu etmək lazımdır. Bu xidməti etmək lazımdır. İnsanların qulluğunda durmaq lazımdır. Valideynlərin xidmətində durmaq lazımdır. Təmənnasızlıq görürsünə qədər insan öz mahiyyətindən o qədər uzaqlaşıb, bu mövzu ona qəribə gəlir. Necə yəni təmənnasız olmaq olar? İnsan təmənnasız ola bilərmi? Təmənnasız yaşaya bilərmi? Təmənnasız yaxşı insan ola bilərmi? Çox çətin məsələdir. Allah adamı olmaq ona görə küçədən tapıldı bir şey deyil. Bu məsələlər belə rahatlıqla olan şey deyil. Ona görə çox az adamlar olur. Allahın insanı doğru yola çağırışı, cənnətə çağırışı, bəzən minnəti, bəndə gəlməyəndə minnəti danlaması və s. Bu, onun özü üçün olan bir təmənnadır.
Allah üçün olan bir təmənna deyil. Yəni bu gözəllikdə səni şərik görmək istəyir. Bu dildə danışır sənə. Yəni Allah haqqında bunu o qədər rahat demək olur, çünki o ehtiyatsızdır. Sənin ibadətindən, mənim gəlişimdən, mənim cismimdən, bədənimdən, ruhumdan ehtiyatsız olduğu halda çağırırsa, deməli bu təmənna o təmənnadan deyil. Yəni bu mənada, yəni əlbəttə ki, Allah adamlarının da müxtəlif sözləri ola bilər, gileyləri ola bilər, çağırışları ola bilər, istəkləri ola bilər, amma bu sizə görə olan bir istəkdir. Sizin yaxşılığınız üçün, qarşı tərəfin yaxşılığı üçün olan bir istəkdir. Özü ilə bağlı olan bir şeydir, özü ilə bağlı bunu həll edib. Sən burada oldun, olmadın, gəldin, gəlmədin. İmam Əlinin çox sevdiyim bir fikri var. Bu şəxsiyyət möhtəşəmdir də. Məsələn, deyir ki, o qədər güclü olacaqsan ki, aramlığını, sakitliyini heç kim heç nə boza bilməsin. Sonra deyir ki, elə bir yerdəyəm ki, elə bir qüdrətdə, elə bir qüvvətdəyəm ki, insanların başımdan dağılması bir zərrə məni sarsıtmaz və toplaşmasıdır. Əhsən deməsidir. Bircə zərrə halımda fərq eləməz. Amma ən çox o çağırırdı. Niyə yoxsuz, niyə filan, Nəsibəğa kitabını oxuyanda görür nə qədər bu bir kitabdır da, yəni danlaq kitabı filan. Belə çıxır ki, onun təmənnası var. Yox, sizin üçün, onların özü üçün. Adam özü məsələni özü üçün həll eləyib də, sən gəldin nə olacaq, gəlmədin nə olacaq. Bayaq Leyla qəşəng danışdı, tənhalığını həll eləyib özü üçün. İnsan necə təmənnasız olur? Tənhalığını həll eləyibsə özü üçün, tənhalığından zövq ala bilirsə. İnsan tənhalığından sıxılanda kimlə gəldi, gedir, dostluq eləyir. Tək qalmasın, tək qalmaq qorxusu. Yəni, baxın, təmənnanın özünü geniş danışsaq, necə insan bu hala gələ bilər? İnsan necə təmənnasız ola bilər? Təmənnasızlığın ən dediz alt yapısında nə dayanır? İnsanda sevgi olsa, heç çəkin gəlmir. Sevgi dayanır, həm də zənginlik dayanır, mənəvi zəngin. Mənəvi zənginliyi olan insan təmənnasız olur. Zəngindir. İnsan o qədər mənən zəngindir ki, təmənnasızdır. Sən gəldin, gəlmədin, oldun, olmadın. Sənin üçün nəsə eləmək istəyir. Və bu haqda bir düşünəyin. Bu haqda bir düşünəyin ki, yəni necə mümkündür insan təmənnasız olsun. Bəlkə təmənnadır məsələ. Bəlkə bütün məsələ budur. Bəlkə ala bilmədiyimiz şeyləri ona görə ala bilmirik ki, çox tələb eləyirik. Adam var, israrla səndən diqqət tələb eləyir. Dəlicəsinə. Bəzən israrla tələb eləyirik deyə ala bilmirik alacağımızı. Yaxşılığın qarşılığını, diqqətin qarşılığını. Tələb var içində bir dəhşətli dərəcədə. Amma özü üçün bunu edəndə görürsən ki, o qarşılığı alırsan sən. O hörmət çox böyüklər görmüşük. Bəlkə siz də görmüşsünüz. Ata da evdə tələb eləyir. Hörmət. Mənə hörmət eləyəcəksiniz. Nə qədər tələb eləyir olmur. Eləmirlər də hörmət. 5 gün eləyirlər, sonra yorulurlar, eləmirlər. Yox, bu tələblə olan bir şey deyil. Özündən formalar. Heç qazanmaq da deyil. Yəni, böyük olanların heç biri bunu qazanmaq dərdində olmayıblar. Mən bu böyüklüyü qazanım, elə eləyim. Bunu müasir psixologiyanın, motivasiya kitablarının ən çatışmayan cəhəti budur. Hər şeyi texnikaya bağlayır. Onu mən demək istəyim ki, olar məsələn, müasir psixologlar deyil, alma vermə balansı, nə qədər sən əgər məsələn verirsənsə, o qədər gərək alasan, əgər qarşılığını görmürsənsə, yəni edilməməlisən belə. Bilmirlər də, məsələni bilmirlər. Məsələn, bir xəbərdilər. O qədər şeyi dayaz bilirlər deyə belə etirazları var. Dayazdan bilirlər. Yəni, düşünürlər ki, çox məsələlər də var da, tutalım fədakarlıq mövzusunda. Deyirlər ki, bu nədir fədakarlıq? Bu bir özünü təsdiq məsələsidir. Filandır, falandır. Məsələn, dərindən bilmirlər deyə. Və yaxud keçən mövzumuzda bu haqda danışdıq. Deyirlər ki, müəllim, siz insanları zəhərləyirsiniz. İnsanları səbirə çağırmaqla, insanları zəhərləyirsiniz. Həqiqətən psixologiyada belə mövzu var.
toksik sözlər var, fikirlər var. Məsələn, mənim ürəyim partlayır, deməliyəm bu fikirləri, demirəm, atıram içimə, xəstəlik yaranır. Psixosomatika deyir ki, həqiqətən də mədə narahatlıqları yaranır falan. Amma məsələni dayansdan bilmək belədir. Mən deyirəm ki, dinin dediyi, səmavi təlimlərin dediyi, səbrin bu növündən deyir ki, və yaxud nə dedik, prosesi içdən həll eləmək. Burada qalmır heç sən. Sən bura atmırsan heç səni. İçinə atmırsan heç səni. Ümumiyyətlə, o fikirlər niyə yaranır səndə? Sənin bəlkə kiçikliyindən yaranır. Bir dostumuz var idi, çox illər əvvəl yazı yazmışdı ki, qıcıqlanmaqla bağlı. Qıcıqlananda belə eləyin, qıcıqlananda falan. Mən dedim ki, çox gözəl tövsiyələrdir, amma mən daha dərin bir şey deyim. Ümumiyyətlə, niyə qıcıqlanırıq biz hər şeyə? Hər şeyə qıcıqlanır. Belə bir lətifə var, bir nəfər gəlir, deyir, həkimə gəlir. Deyir ki, bax, doktor, hara əlimi qoyuram, ağrıyır, bura qoyuram, ağrıyır, bura qoyuram. Hər yer ağrıyır, sonra deyir ki, sən problem barmağında, barmağı ağrıyırmış, hara qoyur. Yəni, bir baxaq görə, insanın bu qədər qıcıqlanması normal deyil. İnsan bu qədər qıcıqlanmamalıdır ki, biz də onu idarə eləyək. Filan texnika ilə belə elə özünü ələ al, çalış müəyyən qədərini fikrini deyil. Get, məsələn, tutalım, böyük dövlətlərdə belə seminara kazanan seminara getmişdi. Orada maraqlı sual verdilər. Deyir, müəllim, siz belə deyirsiniz bu mövzu ilə bağlı. Məsələn, deyir ki, bu texnikalara siz necə baxarsınız? Böyük şirkətlərdə işçilərin masasının üstündə bir insan kəlləsi var, rezindən. Müştəri bütün hallarda haqlıdır. Müştərini incitmək olmaz. Müştəri gəlir, 1000 dənə oyun çıxardır, falan çıxdı, getdi. Yığılıb o həsəb. Sən ona deyəməmsən. Burada kəlləni vurursan və yaxud birinci mərtəbədə padvallarda, zirzəmilərdə otaqlar var, qışqırma otağı. Düşürsən, gelsən, qapını bağlayıb girirsən, ya Allah, ürəyini boşaldırsa və s. Stres çıxsın da, bu sən deyə bilməyibsən. Böyük şirkətlərdə belə xidmətlər var, gəlib Azərbaycanda çıxıb. Bunlara deyir, müəllim necə baxır? İstəyirəm, çox qəşəng baxıram. Yaxşıdır, qəşəngdir, amma daha dərin bir şey. İnsan niyə axı? Niyə sən bu qədər dayansın? Müştəri gəlir, falan, sən çıxırsan özündən, əsəbləşirsən, narahat olursan. Bunun kökünü tapmaq lazımdır. Bu dayansılığı həll etmək lazımdır. Peyğəmbərə gəlirdilər, Peyğəmbər boks kisəsinə mi vururdu? Peyğəmbər tələssüm edirdi, boynunu qucaqlayırdı. Bilmirlər deyirdi, cahildir, cahillikdəndir. Bunun psixoloji, irfani əsasları var, bu pafos deyil. Belə insanlar var. Dünyamızda belə insanlar var. O ümumiyyətlə əsəbləşmir. Ona görə yox ki, şey eləyib də, nəyisə kəsib götürüb, əsəbləşən yerini çəkir. Yox, insan məsələni həll edib, insan ruhunu böyüdüb. Mən həmişə deyirəm bunu, çox demişəm təlimlərdə, quyulara uşaq vaxtı daş atardıq və dərinliyini, çıxan səsdən dərinliyini bilərdik. Uşaqda gedərdim, məsələn, təzə məhliyə gedib, burada bir quyu var. Görək, əvvələn bu quyuda su var ya yoxdur? Varsa hansı dərinlikdədir? Nə maraq idisə də, bekarçılıq idi, telefon yox, falan yox. Daşı atıb qulağımızı tutardıq. Onun çıxardan səsdən bilərdin ki, bu suallarına cavab tapardın. İndi insanın dərinliyini də, dayansılığını da, onun reaksiyalarını bilmək olur. Nə dərinlikdir? Onu biraz əsəbləşdir, biraz filan elə, biraz belə de, elə de, filan görəcəksən ki, nə. Daha köklü həll biz təqdim edirik də, bayaq nə danışdıq? Kosmetik olmaz. Kosmetik olanda bir yağışa bənddir. Daha köklü həll. Bu, yolu gedənlər gedib, bu nəzəriyyə deyil. Mən burada nəzəriyyədən danışmıram. Kitabda belə yazılıb, bu yolda var. Yox, bu yol gedənlər olub. Və xoşbəxt olublar. Keyfiyyətli həyat yaşayıblar. Onların da əsəbləşməsi olur, amma onlar artıq əsəbləşəndə hamı titrəyir də. Deyir ki, Allaha sığınıram, məməli deyir. Həlim adamın qəzəblənməsindən. Yəni, bu da əsəbləşibsə, vəssalam, orada ciddi bir məsələ var da. Mən həmişə deyirəm, dostlar, əsəbinizə hörmət edin. Hər xırda paraşəyə, əsəbləşə, əsəbinizi hörmətdən salırsınız. Əsəbinizi hörmət edin. Sən əsəbləşəndə insanlar bilməli, kişi əsəbləşib. Bu xanım artıq belə danışırsa vəssalam. Yəni, bunu deyirəm, görürsünüz, paradokslar var. Məsələni dayaz biləndə deyirlər ki, ay bu nədir? Sizin mövzunuz nə idi? Nə ilə bağlı idi sualınız? Həmin deyir, alma vermə balansı deyir. Orada da eynən elə. Məsələn, müasir psixologiya nə deyir?
Çox görürəm. Tanıdığım psixoloqlardır. Çox danışırlar bu haqda. Düz də danışırlar. Bu da bir mərhələdir də. Deyir ki, ay qardaş, belə olmalıdır, bu balansı pozmusan, davamlı olaraq verirsən falan. Hə, sən bu kafadasansan. Sənin insanın kafası budur. İnsan deyir ki, al ver. Mən verirəmsə alma. Sən bu kafadasansa, o da adamlar haqlıdırlar. Amma bir nəfər gəlir ki, ümumiyyətlə mən bunun üçün deyiləm. Mən nəsə almaq üçün vermirəm. Mən elə xoşum gəlir. Mənim təşəkkür eləməkdən xoşum gəlir. Mənim xidmət eləməkdən xoşum gəlir. Mən alıram əslində. Mən səndən almıram. Mən alıram aldığımı. Bu mənə kifayət edir. Hə, sən qarşılıq versən nə əla. Bu da artıq ikinci nəticəsidir işin. Mən deyirəm ki, insanların ağzına asılı vəziyyətdə qoymayaq, insanların əsiri olmayaq. Hə, mən belə eləyəcəm, belə falan, qarşılıqlı, o mənə belə elədim, müəllim gedirəm texnika kimi. Elədim, deyirəm ki, yox, ona görə ki, sən almaq üçün texnika kimi. Sən bunu öyrənməsən, həyat tərzində olmalıdır. Mən bunu sevirəm, mən bunu bilməniz üçün deyirəm, texnika kimi demirəm, bilməniz üçün. Bunu da deyəndə yenə texnika kimi baxırlar. Deyirəm ki, verən adam, dostlar, mütləq alır. Ola bilsin ki, Müzəffər qardaşdan almır. Amma mütləq alır. O pritsanı danışmışam da sizə, qurbağalar düşürlər süd qazanına. 2-3 dənə qurbağa düşür süd qazanına. Böyük bir süd qazanır. Və başlayırlar çabalamağa. Çabala. Baxırlar süd qazanı, indi belə deyək də, öz ağıllarını hesablayırlar ki, buradan çıxmaq mümkün deyil falan. Boğuluruq da vəssalam. Neçəsi təslim olur, boğulur, ölür, gedir. Qurbağanın biri deyir ki, yox da axıracan mən son nəfəsimə qədər belə deyil. Son damla qanıma qədər mən çabalayacam. Çabala. İndi niyə yıxılım, təslim olum ki? Hasan ölərəm də, nə qədər candır. Çabalayır. Xəbəri də yoxdur, qurbağa bunu bilmir. Axı, süd çalxalananda, nehrədə görmüşsünüz də, qatıq yağ formalaşır da. Çalxalanır, yağ topası formalaşır. Birdən qurbağa görür, nəsə bir şey var. Atlanır onun üstünə, ondan da qazandan sonra çıxır. Buna deyirlər ki, çabalamaq mütləq nəticə verir. Ola bilsin, sənin istədiyin nəticəni vermir, amma mütləq nəticə verir. Dua belədir, məsələn. Var ki, israrla dua edin, Allahdan nəsə istəyin. O demək deyil ki, o sizin istədiyinizi verəcək sizə, amma mütləq nəsə verəcək. Çox böyük kitablarda, böyük mütəfəkkirlərin, alimlərin kitabında oxumuş. Duanı Allahın ədəbi, belə hədislər var. Allahın ədəbi yol verməz ki, siz nəsə istəyəsiniz, o sizə verməz. Sadəcə sizə lazım olanı verir deyə siz xəbəriniz olmur. Deyirsiniz ki, mənim duam müstəzab olmalıdır, cavabsız qalır. O cümlədən də bu xidmət məsələsi. Sən verirsənsə mütləq alırsan. Sadəcə ola bilsin ki, bu adamdan, konkret bu adamdan almırsan. Təmənnasızlıq mövzusu biraz kənara getdik. Pərvanələrdən danışaq, ikinci mövzu. Allah adamı deyəndə nə yadıma düşür? Baxın, pərvanə bilirsiniz də nədir? Kəpənək. Kəpənəklər. Tüstünün başına fırlanan kəpənək görmüsünüz. Şamın tüstüsü, odu sönən kimi ki, pərvanələr yoxa çıxır. O ki, tüstü çıxır. Efemer varlıqdır, amma qəribə bir şey vardır, duyumu var. Tüstülənənlə yananın fərqini çox qəşəng bilir. Allah adam mənə görə ikinci cəhəti Allah adamı deyəndə ağlıma nə gəlir? Allah adamı, yəni yanan adam. Başqalarını yanan adam. Yəni ürəyi yanan adam. Tüstülənən yox. Yəni məsələ birisi nədir? Bu günləri təəssüf ki, xeyli tüstülənən adamlar var. Əslində onlar tüstülənirlər, amma özləri yanan kimi göstərir. Güya yanmırlar. Olur elə biz kənd evində dostumuz gəlib, qonağımızdır yayların birində. Başladıq samavar qaynatmağa. Samavar adından çağırmış. Əlləş-billəş samavar yanmır. Tüstüləyir öz içinə. Tüstülənmək. Tüstülənən ocaq, tüstülənən. Allah adamı həqiqətən yanan adamdır.
həqiqətən yanan adamın da başında pərvanələr olur. Tüstülənmək. Özümüzə bunları tətbiq etmək lazımdır. İndi məsələn, mən düşünsəm, bəlkə də görərəm ki, mənim çatışma cəhətimdir. Tüstülənmək başqa şeydir, yanmaq başqa şeydir. Bax, bunu qüvvətləndirmək lazımdır. Alışdı. Bir mərhələ var da, alışmaq mərhələsi. Yandırırsan, yanır, birdən taraf yenə söndü. Yəni, tutmur da, alışmır. Amma bir mərhələ var ki, desən, uca alışdı. Görmürsünüz, o maraqlı bir şeydir. Maraqlı bir mərhələdir. Artıq alışdı və salam, arxanisi da uca alışdı. Da bundan sonra sönməz. Amma ora çatmayınca bir arxayınlıq olmur da adamda. Deyirsən, sönəcək indi, belə falan. Alışmaq lazımdır. Yəni, bir cəhd etmək lazım. İnsan həqiqətən yansın. Həqiqətən yanan insan. İnsanlara, ətrafındakilara, dostlarına, əzizlərinə, hər kəsə yanan insan. Mən mimikalardan bəzən bəzi şeylər sezirəm ki, müəllim nə danışırsın? Çox çətindir. İnsanlar çətindir. İnsanlar nə bilim, belədir, elədir falan. Həqiqətən yanmaq. Baxın, bu fərqi adam görə bilmir. Dərindən baxmaq lazımdır. İnsan yeganə varlıqdır ki, özünü allada bilir. Xeyli insanlar var ki, bu dəqiqə onlar düşünürlər ki, biz yanırıq. Halbuki tüstülənirlər sadəcə. Sadəcə tüstülənirlər. Yanmaq başqa şeydir. Bugün dedik, əziz insanın, hacının anım günüdür. Görürsünüz necə yanmışdı adam. Pərvanələr görürsünüz. Adam bitmək bilmirdi bu bərəkət. Gerçəkdən yanmaq belə olur. Yox, tüstülənməklə yanmağın fərqini insan başa düşür. İnsanlar bilirlər bunu. Görürsən, əlləşir, vuruşur filan, bəsməkan. Amma niyə axı heç mənim belə olmur məndə? Baxın, qədimdə bu şeylər daha rahat idi, belə şeylər. Çünki sistem kapitalist deyil idi. İndi insana dəli kimi baxarlar. Həqiqətən belə, bu kafayla, bu nə deməkdir, necə olur, ay müəllim bu? Danışması belə çətindir indi bu şeyləri. Qədimdə dövr, sistem başqaydı deyə çox insanlar var idi. Ətrafımızda görürdük bunun örnəklərini, xidmətin örnəklərini. Adam gedirdi bir vəzifəyə, hətta gedirdi, çıxırdı xidmət üçün. Bütün məsələsi xidmət idi. Adam gedirdi, bir yaxşı bir iş qazanırdı, bir iş qururdu, yaradırdı ki, yaxınlarına, ətrafına, əzlərinə kömək edə bilsin. Orada qətiyyən gözü yox idi ki, ay nə bilim filan bezmək. Yox. Ki, orada daha yaxşı xidmət edə bilərəm. Adam şöhrəti qazanmaq istəyirdi. Ona görə ki, oradan daha çox xidmət edə bilər insanlar, daha çox insanın əlindən tuta bilər. Bəli. Yəni, bu məsələlər qədimdə daha rahat idi, amma indi bunları danışanda həm danışmaq çətin olur, həm insanları inandırmaq çətin olur. Əziz hacı insanları danışdıqlarına inandıra bilmişdi. Onun uğuru ondaydı ki, insanları inandıra bilmişdi. İnsanlar ona inanmışdılar. Çünki tətbiq adamıydı, çünki özü elə idi. Çünki onları danışdıqlarına əvvəl özü əməl edirdi. Və üçüncü məsələ, Allah adamı mənə görə üçüncü məsələ ki, mən o haqda danışmaq istərdim, stabillik və davamiyyət. Allah adamı həmişə var, həmişə xidmətdədir. Çox qəşəng mövzudur. Həzrəti İbrahimin hekayəti var Quran-Kərimdə. Gəlir, ulduzlara ibadət edir, məşhurdur da, günəşə ibadət edir, qoşulur. Sonra bir müddətdən sonra ulduz batır gedir. Orada bir söz var, deyir ki, ənə lə uhibbul əfilin. Mən deyir, batıb gedənləri sevmərəm. Yəni, batıb gedənlərdən mənə Allah olmaz. Büyü var idi, soba yoxdur. Hara getdi, soruşur. Deyirlər ki, bula batdı da. İndi birazdandan çıxacaqlar falan olanda. Gah getdi, gah gəldi. Mən afilini bir yazı yazmışdım Həzrəti Eşq kitabında. Nədənsə afilin sözünü, ümumiyyətlə bu afilin sözü
çox qəşəng bir mövzudur. Kaş gələ psixologiyaya. Belə psixoloji olan tiplər var psixologiyada. Gah çox yüksək əhval-ruhiyyədədir, gah da dibdədir. Görürsən belədir. Gah xidmət adamıdır, gah görsən deyir, əşin, boş şeydir, hər şey. Gah belədir, gah belədir, gah belə, gah belə. Baxın. Amma Allah adamı həmişə yaşıldır. Həmişə xidmətdir. Daim bir yolmazlıq var da. Davamiyyət var. Stabillik var. Daim. Görməzsən birdən-birə çox dəhşətli adam var elə. Çox şığımla gəldi, ay belə, 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 belə. Sonra 5 gün ötürü yoxdur. Hanı nə oldu, heç nə olub getdi. Elə deyil. Stabil bir tempi var, həmişə var. Həmişə stabillik, davamiyyət. Ona görə hədislərdə var ki, az və stabil sədəqə çox və spontan sədəqədən daha qiymətlidir. Məsələn, birdən-birə qəşəng bir tədbirdən çıxdım, təlimdən, xütbədən çıxdım. Qəşəng ana musiqisindən falan getdim, rəhləndim, 500 manat yaxşılıq elədim, kiməsə verdim ehtiyacdır. Deyir, bundansa hər gün 1 manat, hər gün 5 manat verdiyin davamlı, stabillik bu insanın ruhunu dirildir də. Davamlı olaraq, davamiyyət. Allah adamı həmişə var və səni arxayınlaşdırır artıq. Məsələn, ana sevgisi niyə görə qiymətlidir? Çünki həmişə stabildir. Bir ana təsəvvürləyin, o borderline insan tipləri kimi. Nə olub? Küsmüşəm, sevmirəm, 5 günlük sevmir. Sevməmək tipindəyəm. Uşaqları sevmir. Bu ana daim sevir də. Pis, yaxşı filan, həmişə o sevgi var. Allahın sevgisi, Allah niyə bu qədər qiymətli? Çünki daim var. Estağfurullah, düşünün, bir dəfə yazmışdım ki, adi məsələn təbiətə baxın. Bunların içində insan təbiətin bir parçasıdır da. Amma ən yaraması belədir, ən dəcəli insandır da. Məsələn, çünki siz görmüsünüz, məsələn, serçə küsüb. Biz bilmirik, olan dünyasını düzdür, ola bilər ki, onlarda da elə şeydir. Məsələn, düşünün, günəş deyir ki, küsmüşəm mən, bu il çıxmayacam. Yox, günəşin problemi deyil, günəş həmişə yerindədir. Yəni, nüzum, astronomiya elmində elə şey yoxdur günəşin çıxmamız. Təbii, kainat öz yerindədir. Daimi bir dövrdədirlər. Daimi bir hərəkət. Allah adamı təmənnasızdır. Çünki Allaha bağlıdır. Allah adamı yanır, tüstülənmir, həqiqətən yanır. Və Allah adamı, üçüncü dediyimiz mövzu, stabil olaraq, eyni davamiyyətdə, eyni ruhiyyədə davam edir. Bizim belə insanlara ehtiyacımız var. Biz, əziz hacı, mən şəxsən yadıma gəlmir elə bir cümə ki, hacı orada olmaz. Elə bir ki, elə orada olmalıydı. Cəmaat ona görə yıxıldı, cəmaatın beli qırıldı. Yəni, mən ruhiyyədən düşürəm, gedirəm, getmirəm, imkan olanda, amma o oradandır. Hamımızın əvəzində günəş kimi orada var. Bu stabillik var idi. Onu çağırırdıq, ora, bura, filan, heç yerə getmirdi. Daim, maksimumda indi olub, mənim yadıma gəlmir, dostlar deyir, olub bəzən səfərlərə məcbur gedəndə kimisə qoyub gəlir. Amma o ittisal, o bağ etmirdi. Davamlı olaraq sən onu orada görürdün. Davamlı olaraq oradaydı. Günəş kimi doğurdu. Davamlı olaraq eyni ruhiyyədə, eyni gözəllikdə gəlirdin, surdun. Məscid cəmaatına baxırdım, hərə bir ruhiyyə ilə gəlib, özünü kökləməyə. O da çıxırdı, danışırdı. Cəmaat gələndə başqa idi, gedəndə başqa idi. Köklədi, hamısını çıxla getdilər. O ruhiyyə var idi. Davamlı o ruhiyyə. Gözən çıxıb, söhbət edir, hiss edirsən ki, nəsə narahatdır, nəsə filandır, nəsə belə ürəyindən. Yox. Daim eyni eşqdə, eyni ruhiyyədə, eyni yolda. Ona görə, bax, belə olmaq mümkündür.
Allah adamı olmaq mümkündür. Bu elə yeri gəlmişkən Hacının bir söhbəti vardı, zöhdlə bağlı söhbəti. Ona baxarsınız mütləq. O çox dünyəvi bir mövzudur. Yəni zöhd sözünü eşidəndə biz yadımıza din düşür, təsəvvüf düşür, sufilik, irfan və s. Halbuki Hacı son çıxışlarından biri nədir? Əslində o İmam Əlinin oğlu İmam Həsənə məktubunda tövsiyələridir. Gənclərə tövsiyə kimi danışıb onu. Orada zöhdlə bağlı çox gözəl təqdimat verir. Deyir ki, zöhd əslində tam bir dünyəvi mövzudur. Tam bir dünyəvi mövzu. Təqdimat yanlış olub deyə biz elə bir ki, dünya insan üçün deyil. Bugün dünyanın zöhdə ehtiyacı var. O çıxışında Hacı əsaslandırır ki, bugün ki dünyanın başı xarab olub, belə deyirlər də fikir adamlardır, dünyanın başı xarab olub. Necə xilas etmək olar? Hansı şeylərlə? Deyir, onlardan biri zöhdür. Zöhd nədir? Azla məmnun olmaq. Aza qane olmaq yox ha. Azla məmnun olmaq. Qane olmaq biraz mənfi sözdür. Yəni, əslində çox şey lazım yox. Amma mən neynə də qane olmaq yox. Azla məmnun olmaq. Zöhd. Bunu niyə görə edirəm? Allah adamı mövzusu qətiyyən dini mövzu deyil. Bu danışdığımız mövzular var. İnsanın bayaqları tapdıq qardaşı da dedi ki, günah odur ki, filan, ahirət filan. Mən də dedim ki, bəs dünya üçün sadəcə ahirətdə. Baxın, bu mövzular, ahirət bu mövzular ikinci nəticəsidir. Sonraki nəticəsidir. Bu mövzu sənin dünyanı düzəldir. Bunu mən əsaslandırmağa hazıram. Ən müasir dillə, təqdimatla, psixologiya ilə ki, dayans bilirsiniz məsələləri. Bu yaranı, bu dərmanla sağaltmaq olmaz. Sağalmır, bu baş ağrıdır. Baş ağrı dərmanı verirsin. Gedir məsələn psixoloq amma ağrı kəsici dərman verir. Getdi, atdı, hə, başın ağrısı kəsdi, getdi, hə, çox əla, başın ağrısı kəsdi. 3 gündən sonra yenə başını ağrıyır. Çünki məsələ kökündən həll olunmur. Sən insanlardan asılı vəziyyətdə ola bilməz. Tamam, Məmmədlə balanslaşdırdım bunu, alveri. Bəs Gülbala, sən dur hər yerdə bir balanslaşdırma, elə qurmalısan ki, alver pozulmasından belə. Çətin bir yolda. Deyir ki, kökündən əsaslı həll edirsən məsələn. İnsanlardan bu qədər asılı olmursan. Doğru bildiyin şeylər yapırsan. Mən bir şeyə çatmışam, terapiyalarda çox deyirəm, doğruya söykənmək. Doğruya söykənmək, haqqa söykənmək, doğruya söykənmək. Sənin yaptığın bu iş, bu əməl yaxşıdır, doğrudur, gözəldir. Məsələn, söykən ona, heç nə çəkinmə. Bir gün belə deyərlər, sağ belə deyərlər, amma bir gün hamı başa düşəcək. Siz indi əziz Hacını, biz ancaq əl öpənləri görürük də. Əlim belə öpürlər, belə. Biz ancaq bunu görürük. Sonra yolundan çəkindirmək istəyənlər müxtəlif səviyyələrdə. Bunun xəbəriniz var. Amma adam heç hədəfini görürdü deyə, heç çox baş da qoşmurdu elə adamlar. Otururdu, bir tədbirdə deyir, şəxsən danışıblar. Bir tədbirə çağırdılar, danladılar, ağır sözlər. Onu danışana deyirəm ki, onun nə dedilər, o mənə mühüm deyil. Hacı nə dedi? Dedi, başını saldı aşağı, sonra təşəkkür edildi və dur çıxdı getdi. Adam müdafiə belə olunmuyor. Dursun ki, falan. Mən bilirəm də nə iş görürəm, doğru iş görürəm. Doğruya söykənib. Bu mənim vaxtımı alır da, dur saatlarını, yox, əslində belə deyil, elədir falan. Vaxt gələcək, o Fidel Castro məşhur söz var, mənə tarix bəraət verəcək. Məhkəmə iş çəkir ona, kəsir, 15 il. Tamam deyir, amma tarix mənə bəraət verəcək. Vaxtı ilə hamınız peşman olacaqsınız, gün gələcək ki, yanlış olub bu. Gün gəlir, görürsən ki, hə, bax, bu imiş, məsələ bu idi. İndi nə tənqid edənlər var, bayaq biri yazmışdı. Nə qınayanlar, nə filanlar. Hamısı da maşallah keçiblər tərifə. Allah adamı deyəndə, kimi də əvvəldə məsələn dedi ki, elə Hacı
yada düşür. Həqiqətən də bunu çəkinməmək lazımdır deməkdən. Çünki elimizin balası, oğlu, xalqımızın balası xaricdən, filandan, oradan, buradan deyək ki, öz balamızdır, öz oğlumuzdur, öz ikilimizdir, öz qardaşımızdır, öz ustadımızdır. Ona görə və çağırdığı yol da doğru yoldur. Azərbaycan insanının çağırdığı yol da doğru yoldur. Onu sevmək lazımdır. Onu dəyərləndirmək lazımdır, onun qiymətini vermək lazımdır və bunu ürəklə etmək lazımdır. Bu adam buna layiqdir, bu sevgiyə layiqdir. Yəni, müxtəlif tribunalardan, müxtəlif. Mən kitabı yazanda özüm çox düşündüm bundan bağlı ki, təbii də bir real şəxsiyyətlə bağlı yazırsan, özdə adı kostyumlu övliya. Özüm heç vaxt düşünməmişəm də, yəni özümə sadəcə adamın özünə görə indi sağlığında belə dünyası dəyişiniz deyəcək kostyumlu övliya, ay bunu övliya sartdılar, başlayacaqlar belə falan. Sonra fikirləşdim dərindən ki, bu doğrudur, bu yapılmalıdır, bu iş görülməlidir. Bunu kim eləməlidir? Bir nəfər meydana çıxıb belə bir şey eləməlidir. Olacaq da həmişə. Belə danışanlar da olacaq, belə görənlər də olacaq. Amma zaman hamı yavaş-yavaş gələcək bura ki, həqiqətən də yaxşı adam idi. Həqiqətən də Allah adamı idi. Allah ona rəhmət eləsin, ruhu şad olsun, Allah məqamını uca eləsin, Allah onun təsirləndiyi şəxsiyyətlər ki var, onların həyatını öz həyatına tətbiq edib deyə, belə nurani olub, belə işıqlanıb, belə bərəkətli olub, bitməz, tükənməz olub. İkinci bir adam deyin də belə 2 ildir və bu belə olacaq. Və sizə bir söz deyim, getdikcə daha da şiddətlənəcək. Bu boşluq o boşluqlardandır. Bəzi boşluqlar var ki, zamanla yavaş-yavaş dolur, nə bilim, öləzir, körşalır. Bəzi boşluqlar var, belə deyim. Məsələn, bu ili daha şiddətli idi, mən müşahidə edirəm. Hacı ilə bağlı narahatlıqlar, yazılar, insanlar elə bir yavaş-yavaş daha dərindən hiss edirlər o boşluq. Halbuki tamam da dünyasını dəyişdi, Allah rəhmət eləsin, birliyini başa düşdü, qeyd elədi, İslam'a qutarsın da bu yox. 2-3 gün qabaqdan insanlar yenə başlayıblar məhəbbətlərini. Çünki müttəsildir və o həqiqətə, o dosta, elə bir dosta güvənib ki, bayaq siz dediniz, Allah dostu. Allah belə bir dostdur. Sən Allahla dostluq eləsən, o belə eləyir. Allah belədir. Yada salır, xatırladır, qoymur, unudulmağa qoymur. Təşəkkür edirəm mən dinlədiyiniz üçün. Ümid edirəm həyatımıza işıq tutan, örnək götürüləsi hansısa söhbətlər oldu. Minnətdaram. Məni belə səbirlə dinlədiyiniz üçün özünüzü alqışlayın lütfən. Çox sağ olun.